Bu müqəddəs torpaqda, bu müqəddəs məzar önündə 20 il öncə tələbə olduğum vaxt ziyarətdə olmuşam. Onda ilk deyək, Cümhuriyyət tarixinin qurucusu olan Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Müstəqil Cümhuriyyətinin davamçısı olan Əbülfəz Elçi bəy 90-cı illərin sonlarında qurduğu ikinci daha, bir daha qaldırılır bayraq, bir daha enməz deyə şüarını ali uca tutaraq ikinci dəfə öz müstəqilliyimizi əldə etdiyimiz bir dönəmdə o vaxt tez üsulu ilə Azərbaycan Müstəqil Cümhuriyyətinin tələbəsi olaraq məzara ziyarət eləmişdi bir tələbə dostlarımız. Bugün fəxr edirəm ki, yeni qurulmuş Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası Təşkilat Komitəsi sədri olaraq burada ziyarətdə bulunuruq. Məhəmməd Əmin Rəsulzadə təkcə Azərbaycanı yox, Türk millətinin yetişdiyi böyük bir öndərlərdən bizdəndir. Azərbaycan dövlətinin qurucusudur. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının önündə əvəz olunmaz bir dahidir, liderdir. Türk milləti zaman-zaman ulu öndərlər, böyük liderlər yetişdirən bir millətdir. Yəni, digər xalqlardan, digər millətlərdən fərqli olaraq Türk milləti qədər lider, böyük şəxsiyyətlər, dahilər yetişdirən bir millət yoxdur. Biz bir təşkilat üzvləri adından, bir təşkilat sədri olaraq, təşkilat komitəsinin sədri olaraq ilk partiyamızı elan etdiyimiz vaxtda da bu kiçik bir mərhələdə, deyək ki, 15 sentyabr tarixində, o da müqəddəs bir gündə elan olunubdu, təsis olunubdu, müqəddəs bir ziyarətgahda. Biz o ənənəni davam etdirərək, ulu öndərlərimizin ruhları önündə, ruhları qarşısında bir halallıq istəmək üçün bu Türkiyə Cümhuriyyətində səfərdəyik və bu müqəddəs məzarı ziyarətdəyik. Tanrı bizə, bu öndərlərin ruhu bizə dəstək olsun ki, onların o yollarını, böyük Azərbaycanın, böyük Türk, böyük Turan mücadeləsinin davamçıları, ardıcılları bu yolda mübarizə aparmaqda bizlərə dəstək olsun. Biz inanırıq ki, onların ruhu bu dəqiqə bizim yanımızdadır, bizi izləyir, bizi təqib edir və bizlərin böyük müqəddəs də borcudur ki, onların yolunu, onların qoyduğu bu xətti davam etdirək, sona çatdıraq. Tanrı bizlərə yar olsun, Tanrı bizlərə ömür versin. İnşallah o ruhlar o vaxt şad olar. İnşallah bura növbəti səfərimiz onunla olsun ki, torpaqlarımız azadlıqdan işğal olsun, bütöv bir Azərbaycan qurulsun və bütöv bir Azərbaycan dövlətinin bir vətəndaşı kimi buranı növbəti dəfə ziyarət edə və o ruh qarşısında bir növ borcumuzdan az da olsa çıxmış olduq. Tanrı bizə onu qismət eləsin.